Azərbaycan neft məhsullarının ilk partiyası Ermənistana çatıb. 19 dekabr tarixli gündəm xəbərinin efirində bir xəbəri məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, Azərbaycan neft məhsullarının ilk partiyası Ermənistana çatıb. Bu barədə Ermənistanın İqtisadiyyat naziri Gevorg Papayan sosial media hesabında məlumat verib. Onun sözlərinə görə Bakıdan yola salınan 1300 ton Azərbaycanın Ay-95 markalı benzini daşıyan yük qatarı artıq Ermənistandadır. O qeyd edib ki, neft məhsullarını daşıyan 22 vaqon Gürcüstan-Ermənistan sərhəddini keçib. Papayanın sözlərinə görə bu Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasından sonra, eləcə də bütövlükdə müstəqillik dönəmində ilk ticarət və iqtisadi sövdələşmə hesab olunur. Bəli, qeyd eləyək ki, məlumatda bildirildiyi kimi Azərbaycanın neft məhsullarının ilk partiyası artıq Ermənistana çatıb.